Salam əziz izləyicilərimiz, Bozalanı məktəbinə 100 metr məsafədə belə bir 6 sot yarımın içində belə bir evimiz satışa çıxdı. Evimiz beton filtrə ilə tikilmiş evdir. Şimdi sizə göstərəcəm o beton filtrələrin bir tikilini. Göründüyü kimi evin birinci mərtəbəsi belə beton filtrələrlə tikilib. Bura evimizin qarajıdır. Qarajında maşın təmir üçün yamamız da var. Evin birinci mərtəbənin üstü də, ikinci mərtəbənin üstü də beton filtrədir. Məlahid betondur. Əlavə buradan bir dənə də ev tikmək olar. Belə istəyən olsa belə yoldan belə bir torpağımız var. Çiçəyin evimizin badvalına. Bura evimizin badvalıdır. Birinci mərtəbədir. Birinci mərtəbə böyük plaşatdadır. Görünür, buradan da görünür ki, beton filtrələrdir, kəməri var. Keçək evimizə daxil olaq. Sizə ikinci mərtəbəni göstərməmişdən qabaq bir dənə də burada badvalımız var, onu göstərin. Evin zirzəmisidir. Zirzəmdən də evin tikilişini sizə göstərir. Görsünüz, ev beton filtrə ilə tikilmiş evdir. Məlahid betonlu yuxarıda. Keçək ikinci mərtəbəyə. Burada ikinci mərtəbəmizdir. Burada böyük bir plaşatkamız var. Sizə evin daxilini göstərək. Evimiz 4 otaq bir zaldır. Bura zalımızdır. Keçək birinci otaq sizə göstərim. Otaqlarımız çox genişdir. Otaqlarımızda kombilərin yerləri də qoyulubdur. Evimiz köhnə tikili olduğuna baxmayaraq çox sağlam evdir. Keçək ikinci otağı göstərim sizə. Bura ikinci otağımızdır. Burada üçüncü otağımız. Dördüncü otağı da sizə göstərək. Burada dördüncü otağımızdır. İndi sizə keçək hamamsalımız yerini, bir də mətbəximizi göstərək. Mətbəximiz də hamamsalımız yerimizdə pilləkəndən çıxanda plaşatkanın yanındadır. Burada yuxarıda. Bura hamamsalımız yerimizdir. Razvalkamız, burada hamamsalımız yer. Burada qunağımızdır.